Salam, hər vaxtınız xeyir olsun. Bu gün 11 may tarixində keçirilən magistr imtahanının 2-ci cəhd üçün informatika fənnindən olan suallara baxacağıq. 21-ci sualda belədir. Doğru mülahizələri qeyd edin. Deməli, birincini oxuyuram. Seçilmiş obyektin səhifədə mövqeyini dizayn tabından müəyyən etmək olar. Bu sual sırf əzbərə dayanıq bir sualdır və ya bir də Word proqramını çox istifadə etməyə. Seçilmiş obyektin səhifədə mövqeyini dizayn tabından müəyyən etmirik. Xeyr, səhifədə mövqeyi bizdə view tabından qeyd olunur. Ona görə bir yanlışdır. İkinci, iki sənədin avtomatik müqayisəsi view tabından mümkündür. View görünüş tabıdır. Burada müqayisə yox idi. Xeyr. Üçüncü də Quick Access Toolbar cəld alətlər müraciət panelinə alətləri fayl menusundan əlavə etmək olar. Bu doğrudur, bəli. Fayl tabında sənədə düzəlişlərdən mühafizə etmək olar. Bu da doğrudur. Hansı ki, fayl tabında kilit qoymaq, müxtəlif sənədlərə parol qoymaq mümkün idi. 5-də isə sənəddəki cədvəl, düstur və şərhlərin axtarışı Navigation Pane parametrini seçməklə mümkündür. Bu da doğrudur. Navigation Pane-dən cədvəl, düstur və şərhlərin axtarışını etmək mümkündür. Bəli. View tabındakı, təbii ki, Navigation Pane parametrinin söhbət gedir. 6-cıda isə References tabından sənəddə edilmiş düzəlişləri qəbul etmək və ya onlardan imtina etmək mümkündür. Bu isə yanlışdır təbii ki. Deməli, cavabımız olasıdır 3, 4, 5. Yəni A variantı doğru cavabdır. Keçirəm 22-ci suala. 22-ci sualda deyilir ki, doğru olmayan mülahizəni seçin. Mülahizələri. Doğru olmayan, yəni biz yanlış axtarırıq. Əməli yaddaşda verilənlər müvəqqəti saxlanılır. Bu məlum məsələdir ki, doğrudur. Əməli yaddaş müvəqqəti yaddaş idi. Unutqan yaddaş belə deyirdik. Qrafik planşet daxil etmə qurğusudur. Qrafik planşet, bəli, daxil etmə qurğusudur. Bu da doğrudur. Üçüncü, keş yaddaş böyük tutumlu aşağı sürətli yaddaşdır. Bu yanlışdır. Keş yaddaş aşağı sürətli yəni keş yaddaş ümumiyyətlə böyük tutumlu deyil, yəni. Skanner xaric etmə qurğusudur. Xeyr, skanner daxil etmə qurğusuydu. Çünki biz skannerdə funksiya necə idi? Biz hər hansı bir məlumatı, kağızda olan məlumatı kompüterə ötürmək üçün istifadə edirdik. Və skanner bu zaman kompüterə daxil etdiyi üçün daxil etmə qurğusuydu. 5-cidə isə smooth yaddaş enerjidən asılı yaddaşdır. Ümumiyyətlə smooth yaddaş haqqında danışanda smooth yaddaş nədir? Məsələn, kompüterin tarix və vaxtını göstərmək üçün istifadə olunan bir yaddaş hesab oluna bilər. Bu yaddaş enerjidən asılı deyil. Yəni biz kompüter enerjiyə taxdıq ya da taxmadıq, bu yaddaş işləyəcəkdir. Əgər işləmirsə, yəni hər hansı bir problem varsa, deməli onun bateriyasından asılıdır. Yəni enerjidən asılı olmayan yaddaşdır. Burada doğru olmayanlar oldu 3, 4, 5. Yəni 1 ilə 2 doğrudur. 3, 4, 5-də burada baxıram, Y variantında doğru cavab var. 23-cü suala baxaq. Deyilir ki, arxiv faylların ad genişlənməsini müəyyən edin. Arxiv faylları məlum məsələdir ki, arj genişlənməsi ilə müəyyən olunur. 24-cü suala baxaq. Hansı halda .ppsx genişlənməsi yadda saxlanılır? Məlum məsələdir ki, PowerPoint genişlənməsindən söhbət gedir və PPSX-də bilirik ki, nümayiş faylları üçün istifadə olunurdu. Yəni B variantı təqdimatların slaydlarını bilavasitə nümayiş etdirmək üçün nəzərdə tutulur. Ona görə B variantı doğrudur. 25-də deyilir ki, doğru olmayan mülahizəni seçin. A variantında, Word haqqındadır bu. Ctrl+Ent düymələr kombinasiyası kursorun mövqeyini cari sətrin sonuna daşıyır. Ctrl+Ent sənədin sonuna daşıyırdı. Ona görə də yanlışımız budur. Doğru olmayanımız budur. Digərləri yəqin ki, doğru olasıdır. Baxaq. Window lent qrupu bio tabında yerləşir. Bəli, bu doğrudur. Mövcud sənəd açmaq üçün open istifadə olunur. Bu da doğrudur. Ctrl+A düymələr kombinasiyası bütün mətni seçir. Bu da doğrudur. Ctrl+F4-də sənədi bağlayır. Bu da doğrudur. Deməli, yəni bunlar hamısı çox istifadə etdiyimiz şeylər. Yəni biz bilirik ki, Ctrl+A bütün sənədi seçmiş olur. Sonra davam edək. Driverlər necə proqramlardır? Driverlər məlum məsələdir ki, deməli, kompüterin işini idarə edən proqramlarda burada variantların içərisində görə bilmirəm. Hə, buradadır. Baxın, kompüterə qoşulmuş qurğuların işini idarə edən. Yəni D variantı doğru cavabdır. 27-ci suala baxıram.
27-də deyilir ki, MS Office paketində hazırlanmış sənəd fayllarını kontekst menyusuna hansılar daxildir? Kontekst menyu deyəndə nə nəzərdə tutulur? Proqramın simvolunun üzərinə basdıqda, yəni simgəsinin üzərinə basdıqda sağ düymə ilə orada açılan pəncərədə hansılar var onu soruşur. Orada create shortcut, yəni qısa yolunu yaratmaq var idi, send to göndərmək var idi və də rename adını dəyişmək var idi. Qalanları isə yox idi. Yəni 1 2 6 Y variantı doğru olmuş olur. 28-ci suala baxaq. 28-ci sualda deməli yerinə qoymaq lazımdır. Burada uzun-uzun hesablamalar aparmaq lazımdır. Aparaq. Deməli, birincidə yazmağa çalışaq. Deməli, baxıram 0, 1, 2. Bu 280 neçədirsə onluq say sistemində. Deməli, olasıdır ki, nə? 256 plus 16x plus 9 bərabərdir 280 plus x-ə. Düzdürmü? Bəli. Burada 16x, x-i bu tərəfə yığsam, olasıdır 15x bərabərdir 15-ə, x də bərabərdir 1-ə. Deməli, burada x oldu 1, yəni C variantı. Bu nə oldu? C variantı. İndi, deməli, neyiniyək? Buranı təmizləyək, ikincini hesablayaq. İkincidə isə yenə eyni şeydir. 0, 1, 0, 1, 2, 3, 4, 5, 6, 7. 2 üstü 7 128-dir. 2 üstü 6 64-dür. Plus 2 üstü 3 2, yəni 8x. Avtomatik hesablayıram ki, tez olsun. Bərabərdir 192. 128 plus 64 192 edir. Plus 8x, o da bərabərdir neçə? 192. X də olasıdır 0. Çünki 192-nin üzərinə neçə gəlsəm 192 edər. 0 təbii ki, yəni 8-i də 0-a vuranı 0 edir. Ona görə burada olur D variantı. İkincidə D. İndi isə üçüncünü hesablayaq. Üçüncüdə isə burada onluqdur yəqin ki. X5 onluqda. Məlum məsələdir ki, bu 10x plus 5 olasıdır. Çünki onluq say sistemində axı bilirik ki, təklik onluq söhbət ona görə. Bu da bərabərdir. 0, 1 qoysam üzərinə. 32 plus x olasıdır. Burada x-i bu tərəfə keçirsəm, 5-i də bu tərəfə keçirsəm, olasıdır 9x bərabərdir 27. X də bərabərdir 3. X də bərabərdir 3. Bu da oldu B variantı. Deməli, 1-ə C, 2-yə D, 3-ə B. Bu da olur elə B variantının özü. Sonra baxaq burada 29-cu sual. Deyilir ki, aşağıdakı cümlə verilmişdir. Bu cümlə hansı üslubla yazılıb? Bu cümlə informatika mənim sevimli fənnimdir cümləsi qalın və altı xətlidir, düzdürmü? Yəni bold və underline. Yəni C variantı. Sonra deməli 29-cu suala da baxdıq. İndi baxaq 30-cu sual. 30-cu sualda deyilir ki, 1-dən 5-ə qədər 1 və 5 də daxil olmağa çap edən alqoritmi tapın. Baxın, sıra ilə baxaq. A variantında A-nı 1 verir. Düzdürmü? Düzdür. 1 kiçikdir 5-dən deyirəm, hə. Burada A bərabərdir A plus 1, 2 və burada 2-ni çap eləyir. Sonra 3-ü, 4-ü, 5-i də çap eləyir. Ancaq ki, 1-i çap eləmir. Yəni 2, 3, 4, 5 çap olunur. Əslində heç, yox, 5 çap olunur. 5 də çap olunur, ancaq 1 çap olunmur deyə A variantı yanlışdır. Keçirəm B variantına. B variantında A 1-dir, 1 kiçikdirmi 5, hə, 1-i çap elədik. Gəldik 2-yə, 2 kiçikdirmi 5, hə, 2-ni də çap elədik. 3 kiçikdirmi 5, hə, onu da çap elədik. Sonra 4-ü də çap elədik. 4 kiçikdirmi 5-dən, hə, 4-ü də çap elədik. Sonra A 5 olanda 5 kiçikdirmi 5-ə biz yox deyirik və 5-i çap eləyə bilmirik. Ona görə B variantı da yanlış olur. C variantında isə A 1-dir, 1-i çap eləyirik. Sonra 2 alır, 2-ni də çap eləyirik. Sonra 3 alır, 3-ü də. Sonra 4-ü də, 5-i də. Hamısını çap eləyirik. 5-də də burada 5 böyükdürmü 5 sualı. Aslında hamısında var da sual. 1 böyükdürmü 5? Yox. 1 çap olunur. 1 çap olunur. Sonra 2 böyükdürmü 5? Yox. 2 çap olunur. 3 böyükdürmü 5? Yox. 3 çap olunur. 5 böyükdürmü 5? Yox. Yenə 5 çap olunur. Sonra 6 böyükdürmü 5-dən deyirik hə və sona gəlirik. Yəni burada bütün 1, 2, 3, 4, 5-in hər biri çap olunur.
Əslində doğru cavab C variantıdır. D-yə də baxsaq, burada da yenə A 1-dir. Yəni A bərabərdir 1 + 1 2. Yenə burada çap 2-dən başlayır. 2 böyükdürmü 5? Yox deyirik. Yenə 2-dən başlayır. Yəni burada 1-dən başlamır. Sonra burada A 1-dir. 1-i çap elədik. A bərabərdir 2. 2 kiçikdirmi 5-dən? Deyirəm hə. Vsyo son. Burada yəni 2, 3, 4-ü də çap eləyə bilmir. Sadəcə 1-i çap eləyir və dayanır. Çünki buradakı şərtə hə deyib sona gəlirik. Ona görə olur C variantı. Elektron cədvəldə B sütununun enini həmin sütunda yerləşən ən uzun mətnin eni ilə necə bərabərləşdirmək olar? Təsəvvür edin ki, təsəvvür edin ki, yəni B sütunundan söhbət gedirsə, məsələn bu B sütunudur. Burada olan mətnin enini birləşdirmək üçün sütunların sərhəddinə vurmaq lazımdır. Yəni burada 2 dəfə A və B sütununun başlıqlarını sərhəddi üzərində 2 qat klikləməklə biz o ən uzun mətnin eni ilə eyniləşdirə bilərik. Sonra burada bir dəqiqə. Hə, burası da var. Sonra Skills tərzlər üslubu lent qrupu hansı lent tabında yerləşir? Söhbət Word-dan gedir. Təbii ki də Home lent qrupunda yerləşir. Styles. Sonra 33-ə baxaq. Nöqtə dedikdə riyazi hesablamalar əsasında avtomatik generasiya olunan təsvirlərin yaradılması başa düşülür. Onların əsas xassəsi özünə oxşarlıqdır. Yəni müəyyən olmuş xüsusi bir hissə bütün təsvir haqqında ümumi təsəvvür yaratmağa imkan verir. Bu fraktal qrafika burada söhbət gedir. Yəni başqa bir şey ola bilməz. Sonra forma ilə işləmək rejimləri. Deməli, aksesdən söhbət gedir. Forma ilə işləmək layout view var idi. Sonra design view və də datasheet view. Yəni B variantı doğru cavab hesab olunur. Kompüterin xarici yaddaş qurğularına aid olanı seçək. Xarici yaddaş qurğuları baxaq. CMOS daxili yaddaşdır, sərt disk xaricidir, streamer kaseti, yəni o lent çıxan kaset xaricidir, kompakt disk xaricidir, keş yaddaş daxilidir, daimi yaddaş daxilidir, flash kart xaricidir, əməli yaddaş da daxilidir. Yəni bunları biz artıq tanıyırıq, düzdürmü? 2, 3, 4, 7. O da olur D variantı. 36-ya baxıram. Microsoft Excel 2019 proqramı hansı proqramlar qrupuna aiddir? Təbii ki də tətbiqi proqramlara aiddir. Sonra aşağıda cədvəllər və onların yazıldığı fən haqqında verilənlər əsasında cədvəllərdən fraqmentlər verilmişdir. Burada deyilir ki, informatika fənni üzrə 3-cü kurs tələbələrindən neçəsi 2-ci növbəyə gedir. Yəni həm 3-cü kurs olsun, həm 2-ci növbəyə getsin. Baxıram burada 116 informatikadır. 116-ya baxıram Əsədova. Bu 2-ci kursdur. Bu bizə yaramadı. 117 riyaziyyatda, 112 informatikanın digəri 112-dədir. 112 Rüstəmli. Həm 3-cü kursda, həm 2-ci növbədir. Bu bizə uyğundur. Bəli, plus qoydum. Sonra 113 Əliyev. Bu 2-ci kursdur. Bu da bizə uyğun deyil. Sonra 115 informatika, 115 Kərimov. 3-cü kursdur, 2-ci növbədir. Bu da uyğundur. Deməli, bu tərəfə qoyum. 115 uyğundur. Bir də hansı uyğun idi bayaq? 112 uyğun idi. Sonra 114, 118. 114-də baxıram. Bu birinci növbə olduğuna görə 114 bizə uyğun deyil. 117-də isə yox, 118 səhv baxmışam. 118-də isə 3-cü kursdur və 2-ci növbədir deyə Abbasov da bizə bizim şərtimizi ödəyir. Və burada şərtimizi ödəyən neçə variant oldu? 3 dənə variant oldu. Baxın bunlar. 1, 2, 3. Plus qoyduqlarım. Sonra burada 36-da deyilir ki, cari slaydın obyektlərinə verilmiş animasiya effektinin ardıcıllığını dəyişmək üçün hansı lent tabından və lent qrupundan istifadə olunur? Məlum məsələdir ki, animation tabından istifadə olunması da animasiya deyirsə və timing qrupundan. Yəni C variantı doğru cavabdır. Sonra burada 39-da deyilir ki, qabarit ölçüləri və məhsuldarlığına görə aid olmayanları müəyyən edin. Mini kompüterlər aiddir, super kompüterlər aiddir, mainframelər aiddir. Nə qaldı? İşçi stansiya, klient və terminal. Yəni 1, 3, 6. O da olur D variantı. 40-da.
Bütün işçi stansiyaların vahid mərkəzə, konsentratora birləşdiyi lokal şəbəkə topologiyası necə adlanır? Bu da ulduz topologiyası adlanır. Bütün işçi stansiyalar vahid mərkəzə birləşirsə. Bəli. Hansı adlardan failin adı kimi istifadə etmək olar? Biz bilirik ki, bəzi adlar var ki, onlardan failin adı kimi istifadə etmək olmaz. Məsələn, PRN, Null, John, John 0-dan 9-a qədər, LPT 0-dan 9-a qədər və s. Bunlar əzbər idi. Yəni bir neçə hardasa bir 9-10 dənə var idi belə sözlərimiz. Bunlardan adda istifadə etmək olmaz, amma uzantıda olar. Deməli baxıram burada adda var. Burada da var. Burada da var, burada da var. Baxın burada uzantıda, məsələn burada uzantıda 0 var. Ancaq bu olar. Çünki uzantıya bir qadağa yoxdur. Yəni burada failin adı kimi istifadə etmək olar. Nə? 2-ni, 5-i, 6-nı, 8-i. Səliqəsiz yazdım bir dəqiqə. 2, 5, 6, 8 cavabı doğru cavab olmuş oldu. 42-yə baxaq. 42-də deyilir ki, palitrasında 24 rəng olan 800 vurulsun 400 ölçülü piksel qrafik təsvirin yarısından 16.000 bit böl saniyə, qalan hissəsində isə, yəni qalan yarısında isə 24.000 bit böl saniyə sürəti ilə ötürülmüşdür. Bu qrafik təsvirin ötürülməsinə neçə saniyə sərf olunmuşdur? Təsəvvür edək ki, bizə t saniyə sərf olunub. T saniyənin yarısında 16.000 sürətlə bu ötürür. Digər yarısında isə neçə saniyə ilə? 24.000 saniyə sürətlə ötürür və burada 24 rəng o deməkdir ki, 24 rəng axı 5 bitə uyğun gəlir. 2/4-dən 2/5-in arasında olduğuna görə. Burada yazıram ki, 800 vurulsun 400 vurulsun 5 bit. Burada bunu hesablasaq, deməli bu hissədə nə olur? 8000 T üstə gəl 12000 T bərabərdir 8 vur 4 32 32 vur 5 160 vurulsun 10.000. Bu sıfırları ayrı yazıram ki, sonra baxa burada sıfırlar gedəsə, baxın burada 3 dənə sıfırın 3 də getdi. Bir dəqiqə səhv elədim. Toplayıb sonra eləməliydim onu mən. Deməli 8000-dən 12.000 toplayanda olur 20.000 T bərabərdir 160 vurulsun 1000. 20.000. Deməli burada 4 dənə sıfır var. Burada 10.000 də bu arada. 4 dənə sıfırın 4 də bu ilə gedir. Qalır T də bərabərdir 160 bölünsün 2. O da bərabərdir 80 saniyə. Və cavabımız olur 80 saniyə. Doğru cavab. Deməli, 42-ni də yazdıq. Keçək 43-ə. 43-də deyilir ki, mak ünvanlar hansılardır? Mak ünvan bilirik ki, 6 hissədən ibarət olmalıdır və 6 hissə hər biri 2-2 qruplaşmalıdır. Baxın, belə vergülsüz yazdım indi. 2-2 qruplaşmalıdır. Bura baxıram. Birincidə 1, 2, 3, 4, 5, 6 hissə var. Və onu deyim ki, mak ünvanlarda hərf olaraq A, B, C, D, Y, F. Yalnız bu hərflər istifadə oluna bilər. Məsələn, M, H, K bu tipli hərflər olmaz. Baxıram ki, birincidə 11, AB, 17, 3D, BC, 01. Burada heç bir problem yoxdur. Bu düppədüzdür. Həm 6 hissədən ibarətdir, 2-2 bölünüb və hərflərdə bir qeyri-adilik yoxdur. İkinciyə baxsam, burada H hərfi var. H hərfi istifadə edə bilirdikmi biz? Xeyr. O üçüncüdə 5 hissədən ibarətdir. 6-cı hissəsi yoxdur bunun. Dördüncüdə 2A, 8, 4, 1B, BY, 11F, 6, 3. Burada yəqin ki, bu 1F olmalıydı. 11F düşüb bura. Deməli, dördüncü də doğru olasıdır. O 11F olmasa. Yəni, yəqin ki, 11F deyil. Səhv düşüb, 2 dəfə 1 düşüb mənim PDF-imdə. 5-də isə ümumiyyətlə deyil, çünki burada 5 hissədən ibarətdir, yenə 6-cı hissəsi yoxdur. Yəni, burada cavab olur 1 və 4. Çünki orada 11 düşməli deyil idi. 44-də isə A4 xanasındakı qiyməti müəyyən edin deyir. Baxaq, deyilir ki, C3 böyükdürsə sum A2 B3-dən.
C3-ün qiyməti neçədir? 4-dür. 4 böyük bərabərdir bir. Sum A2 B3-dən. Yəni 3-dən. Deyirəm, bəli də, bəli. Bəli olanda bura icra olunur. Xeyir olanda ikinci qol icra olunur. Bu bəli olduğuna görə mən product A1 B2-ni eləyəcəm. Product məlum məsələdir ki, toplamaq idi. A1 ilə B2. A1-in qiyməti nədir? 5-dir. Yox, product vurmaq idi, üzrlü sayın. Beynim qarışdı. Toplamaq sam idi da. Product vurmaq idi. A1 5-dir, B2 isə 6-dır. 5 vur 6. Burada olasıdır ki, 5 vur 6 bərabərdir 30. Yəni cavabımız 30 olmuş olur. Yanlış da olsaydı əgər biz poveri icra edəsiydik, ancaq 4 3-dən böyük olduğuna görə product hasil funksiyasını icra etdik. 5 6-ya vurduq, 30 cavabını aldıq. İndi 45-ə baxıram. 45-də deyilir ki, uyğunluğu müəyyən edin. Sosial şəbəkələr hansılarda brauzer axtarış sistemi? Snapchat məlum məsələdir ki, sosial şəbəkədir. A. Sonra QQ sosial şəbəkədir. Sonra brauzer nədir? Safari brauzerdir və də D variantındakı Firefox, o da brauzerdir. Axtarış sistemi isə yalnız Bingdir. Bing axtarış sistemi adını eşitmiş olarsınız. Deməli, 1-ə AC, 2-yə BD, 3-ə Y variantı olmuş oldu. Sualların izahı bu qədər. Ümid edirəm ki, gözəl, xoşunuza gələn bir izah oldu. Nəsə bir qaranlıq qalan məqam olarsa qeyd etməyi unutmayın. Sağ olun, görüşərik.